Hədisdə var, qiyamət günündə bütün məhşər bir-birinin yaxasından yapışacaq. Niyə? Hamı bir-birinə borçludur. Ata övladının haqqını yeyib, övlad yapışıb yaxasından. Övlad atanın haqqını yeyib, ata yapışıb yaxasından. Dost dostun haqqını yeyib, ailədə xanım kişinin haqqını yeyib, kişi xanımın haqqını yeyib, ticarətdə, işdə, şərik şərikin haqqını yeyib, hamı bir-birinin haqqını bilərəkdən ya bilməkdən necəsə yeyib. Və hədis buyurur, qiyamət gündə hamısı yapışıblar bir-birinin yaxasından, haqqını tələb edirlər. Allahdan xitab gəlir, hamınız bir-birinizi bağışlayın, gedin cənnətə. Əlbəttə, o 50 dayanacaq ki, qiyamətdə dayanacaq insanlar, o 50 dayanacağı keçəndən sonradır bu. Qiyamətin 50 dayanacağı var. Və Peyğəmbər buyurdu ki, hər dayanacaqda da 1000 il insanı saxlayarlar. Yəni, o 50.000 illik bir yolu insan keçməlidir. Orada sıxıntıya düşüb, o dayanacaqlarda sıxılıb, sıxıntıya düşüb, hesab kitab verib, sorğu-sual olub, o sıxıntıya düşməyindən qabiliyyət tapır, Allah onu bağışlasın. İnsanın inadı sınır o sorğu-sualda. Siz elə deməyin, belə fikirləşməyin, ki, Allah nə çox saxladı bizi. Siz belə baxın məsələyə ki, Allah nə qədər saxladı bizi ki, inadımız sınsın. İnadkar cənnətə gedə bilməz. Allah o qədər dayanacaqlarda insanı saxlayar, sorğu-sual eləyər, bütün həqiqətin hamısını özünə göstərər, insanın o içindəki inadı sınar.